Billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahillezî arrafena nefseh ve hedana bi'ş-şehâdeti en la ilahe illallah vahdehu la şerîke leh ve enne Muhammeden sallallahu aleyhi ve âlihi abduhu ve resûluh ve enne Aliyen emirel mu'minîne ve evlâdehul ma'sûmîn evliyâuh. Hoş gördük sizleri, değerli Zehra TV izleyicileri, mühterem, mümin, bacı kardeşlerim. Allah'ın salamı, rahmeti, bereketi her birinizin üzerinize olsun. Allah Teala siz değerli bacı kardeşlerimi Peygamber ve Ali Peygamberin mehabbetinde, yolunda sabit kadem olanlardan, dünyada o Hazretlerin ziyaret şevkine nail olanlardan, ahirette şefaatine nail olanlardan Allah karar versin inşallah. Emirul Müminin Hazreti Ali Aleyhisselatü Vesselam'ın hususiyetleri barəsində belə ki, o Cenabın o kadar məqamı böyükdür ki, Hazreti Peygamber sallallahu aleyhi ve aleyhi buyurubdur bu hususda. Allah kardeşim Əliyə o qədər fəzilətlər veribdir ki, la yuhsa kəsrətən, yəni onlar o qədər çoxdur ki, Əmirul Mümininin fəzilətləri o qədər çoxdur ki, Xatamul Ənbiya Həzrət Peyğəmbər sallallahu aleyhi və aleyhi buyurubdur ki, saya hesaba gəlməz və Həzrət buyurubdur, hər kəs əmim oğlu, qardaşım, Ali ibn Əbi Talibin fəzilətlərinə qulaq asarsa, haqqına mərifət yetirərək, onu sevərək, onun fəzilətlərini dinləyərsə, Allah Teala onun qulaqla, o şəxsin qulaq hesabına, qulaqla qazandığı o günahları Allah əff eləyər. Hər kəs onun fəzilətlərindən danışarsa, Allah onun dillə etdiyi günahları əff eləyər, bağışlayar və Allah Teala onu hidayət eləyər, tövfiq inayət eləyər ona. Hər kəs onun fəzilətləri olan kitab, yazını oxuyarsa, Allah onun gözü ilə əxz etdiyi o günahları Allah əff eləyər. Əff qələmi çəkər üzərindən. Bəli, Əmirul Müminin Həzrəti Əli Aleyhisselatü Vesselamın fəzilətləri olduqca çoxdur. Belə ki, bir hədis Xatamul Ənbiya Həzrət Peyğəmbər Aleyhisselamdan ki, Həzrət buyurubdur, hər kəs elmdə Adəm əleyhissalamı, yəni bir neçə peyğəmbərləri sayır, belə ki, onların içərisində ulul əzm peyğəmbərlər, elmdə Həzrəti Adəmi görmək istəyən, zöhüddə Həzrəti İsa peyğəmbəri görmək istəyən, heybətdə, üzr istəyirəm ondan öncə, Həzrəti Musa peyğəmbəri görmək istəyən, səbirdə Həzrəti Əyyubu görmək istəyən, neçə peyğəmbər adı çəkdi. Ey insanlar, bu peyğəmbərləri, bu səciyyələrlə, bu xüsusiyyətlərlə görmək istəyənlər varsa, fəlyanzur ilə Ali ibn Əbi Talib, Əbu Talib oğlu Əliyə baxsın. Yəni, bütün peyğəmbərlərin o xüsusiyyətləri hamısı Əmirul Müminin Həzrəti Əli Aleyhisselatü Vesselam'da cəm olubdur. İmam Baqir Aleyhisselatü Vesselam bu xüsusda buyurubdur. Ləqəd kana fi Əmirul Müminin Ali ibn Əbi Talib Həzrəti Əli Aleyhisselatü Vesselam'da 1000 peyğəmbərin sünnəsi cəm olmuşdur. Bəli. Bugünkü verilişdə Həzrəti Əli Aleyhisselatü Vesselam'ın əffi, keçəcəyi, bağışlamağı barəsində söhbət açmaq istərdik. Belə ki, Qur'an-ı Kərimin Əraf surəsinin 199-cu ayəsində Allah Teala buyurur, Peyğəmbərə xitabən əmr edir, xuzil əffə, ey Peyğəmbər, əff eləməyi, keçməyi, bağışlamağı götür, özünə peşə elə, Allah əmr edir, Peyğəmbər, əff edən olcuna, üzrxaxlıqları qəbul edən olcuna, bağışla günə. Və dəyərli bacı qardaşlarım, onu da qeyd edək ki, yeganə ayədir ki, bəlkə Qur'an-ı Kərimdə, yəni Peyğəmbər əleyhissalama ayələr nazil olanda,
bu yeganə ayədir ki, bu ayə nazil olanda Peyğəmbər əleyhissalam Cənab-ı Cəbraildən sual eləmişdi ki, bunları necə həyata keçirin, bunların barəsində izah Allah Teala'dan istəmişdi ki, Cənab-ı Cəbrail vasitəsilə. Xuzil əhvə və'mur bil-urf və ə'rid ənil cahilin. Peyğəmbər əff eləməyi, bağışlamağı götür günə. Və'mur bil-urf, yəni məruf işlərə, yaxşı işlərə əmr elə. Və cahillərdən də üz döndər günə, eyraz elə, cahillərə baş qoşma günə. Həzrət Peyğəmbər sallallahu aleyhi və aleyh ki, Əli əleyhissalatu vəssalam onun tərbiyəsini almışdı. Yəni bildiyimiz kimi Əbu Talibin, Həzrəti Əbu Talibin neçə övladı vardı və Peyğəmbər əleyhissalam Həzrəti Əlini, öz əmsi oğlunu Əbu Talibdən xahiş elədi, götürdü ki, ona kömək olsun ki, Həzrəti Əli əleyhissalatu vəssalamı o saxlayıbdı, Peyğəmbər əleyhissalam saxlayıbdı. Üzr istəyirəm, bu ibarə ki, hədislərdə keçir. Əmirul Müminin Həzrəti Əli əleyhissalam buyurubdu ki, necə ki, dəvə balası öz anasının addımları ilə daim anasının yanında gəzir. Mən Peyğəmbər əleyhissalamı addım-addım onun yanındaydım. Hər bir işini Peyğəmbər əleyhissalamın, Peyğəmbər Əkrəmin tərbiyəsini alıbdır. Əmirul Müminin Həzrəti Əli əleyhissalatu vəssalam. Peyğəmbər əleyhissalamın əffi barəsində istərdi ki, bir misal ki, o şəxsi ki, Allahın Həbibi, aləmlərə rəhmət və 124 min Peyğəmbərin əşrəfi Həzrəti Əli əleyhissalatu vəssalam o cənabdan təlim, tərbiyə alıbdır. Peyğəmbər Əkrəmin əff etməkləri barəsində bu misalı elə yadımıza salaq ki, tarixdə var, İkrəmə, Əbu Cəhlin oğlu idi İkrəmə. Həzrət Peyğəmbər əleyhissalama çox əziyyətlər eləmişdi. Cahiliyyət dövründə ki, Peyğəmbər əleyhissalam ki, nübüvvəti aşkar eləyəndə çox əziyyətlər eləmişdi. Hətta bir zaman gəldi, Əbu Sufyan canının qorxusundan olsa da belə, o da İslamı qəbul elədi. Amma İkrəmə İslamı qəbul etməmişdi. Və Məkkə fəth olunanda Peyğəmbər Əkrəm neçə şəxs üçün məhduru-dəm, yəni məhduru-dəm onların qanı hədərdir. Onları kim öldürsə elə öldürübdür. Olmazın əziyyətlər eləmişdilər Peyğəmbər əleyhissalama. Onlardan biri də İkrəmə idi. İkrəmə üzüm bağlayaraq gəldi Peyğəmbər əleyhissalamın huzuruna. Dərhal kəlmə-i şəhadəti, yəni şəhadəteyni dilə gətirdi. Həzrət Peyğəmbər əleyhissalam qəbul etdi və o üzün açdı. Həzrət gördü ki, bu İkrəmədir, təbəssüm elədi ki, yəni belə bir fərasətli iş tutdu. O ölüm hökmü ki verilmişdi, o müşrik barəsində verilmişdi. Zahirən də olsa indi o İslamı qəbul elədi, müsəlman oldu. Həzrət Peyğəmbər əleyhissalam mehribançılıqla ki, bəli, onu əff elədi. Və bundan da böyük bir misal ki, Həzrət Peyğəmbər əleyhissalamın əmisi oğlu olmuş Əbu Sufyan adında bir şəxs, o məruf tanınan Əbu Sufyan deyil. Bu Əbu Sufyan Haris oğlu. Haris Həzrət Peyğəmbər əleyhissalamın əmisi olubdur. Əbdülmuttəlibin neçə oğlu olubdur ki, Həzrət Peyğəmbər əleyhissalamın 8 ya 9 əmisi olubdur. Onlardan biri də Haris. Harisin oğlu Əbu Sufyan ən çox Peyğəmbər Əkrəmə işgəncə verənlərdən olubdur. Onun cinayətlərindən biri buydu ki, uşaqlara daş verərdi ki, bir neçə uşaqları, Məkkənin uşaqlarını yığdırıb və onlara göstəriş verərdi. Mən sizə deyərəm, başa salaram. Həzrət Peyğəmbər əleyhissalam gələndə onlara göstəriş verirdi Peyğəmbər Əkrəmi. O qədər daş vurardılar və belə deyərdi ki, onun alnına və dizlərinə çox daş vurun ki, namaz qıla bilməsin. Bəli, Peyğəmbər əleyhissalam buyurub ki, heç bir Peyğəmbər mənim kimi, yəni bütün Peyğəmbərlər əziyyət görübdür. Amma kəma uzitu, ma uziyən nəbi, heç bir Peyğəmbər mənim kimi əziyyətlər görməyibdir. Həzrət Peyğəmbər Əkrəmin alnını sındırıb, dizlərini yaralayardılar. Bunları başçılıq eləyən həmin Əbu Sufyan İbn Haris, Peyğəmbər əleyhissalamın əmsi oğlu olubdur bu. O əziyyətləri verib və onun elədiyi Peyğəmbər əleyhissalama qarşı hörmətsizliklərdən biri, o böyük günahlardan biri də budur ki, həcv eləyərdi. Həcv, yəni o şeirlər ki var, məsxərəyə qoyub Xatəmül Ənbiyanı, məsxərəyə qoyub ona əziyyətlər eləyən sözlər deyərdi. Və bir zaman gəldi, Məkkə fəth olunanda, bu da
qaçıb gizlənirdi, amma nə üzlə gəlsin, yaxınlaşdı digər əmisi oğlu Həzrət Əli əleyhissalatu vəssalama, Əmirul Mömininə yaxınlaşdı ki, bəs mənim üzrxahlığımı məni aparasan, yəni biri iş görür ki, Peyğəmbər Əkrəm məni əfv eləsin. Həzrət buyurdu ki, yəni sən o əziyyətləri ki, Peyğəmbərə etmirsən, Xatamul Ənbiyaya, amma mən sənə bu köməkliyim deyə bilər. Mən gedib Peyğəmbər əleyhissalamdan xahiş edirəm, xeyr, Allah həbibidir, ağamızdır. Amma bu köməyim deyə bilər ki, ged bu ayəni oxu ginən onun huzurunda. Yusuf surasından Həzrəti Yusuf Peyğəmbərin qissəsində Yusuf Peyğəmbərin qardaşları ki, ona qarşı bu zülümləri etmişdilər. Suranın axırlarında gəlir ki, o qardaşlar dedi ki, bəli ki, ləqəd asərəkəllahu aleynə, ey Yusuf, Allah səni hakim qərar verdi, bu izzəti Allah sənə əta elədi, Allah səni bizdən üstün elədi. Qalmışdılar indi Həzrəti Yusuf əleyhissalamın əlində ki, o nə hökm verəcək, üzrxahlıq eləyirdilər, böyük cinayət etmişlər ona qarşı. Amma Həzrəti Yusuf Peyğəmbər Quran buyurur ki, la təsribə aleykum, ki, dərhal onları əfv elədi. Onları qoymadı ki, xəcalət çəksinlər, dərhal əfv elədi, keçdi onlar üçün. Əli əleyhissalam buyurdu ki, ged bu ayəni oxu Peyğəmbər əleyhissalamın huzuruna. Çatan kimi bu ayəni oxudu. O qədər əziyyətlərə rəğmən Peyğəmbər əleyhissalamı olmazın əziyyətlər vermişdi bu şəxs. Həzrət Peyğəmbər Əkrəm buyurdu ki, mən bəyəm Yusifdən geri qalaram. Xatamul Ənbiya, Əşrəful Ənbiyadır. Əgər Həzrət Yusif Peyğəmbərin elə keçməyi varsa, əfv eləməyi varsa, indi gör Allahın həbibi Əşrəful Ənbiya necə? Həzrət Peyğəmbər əleyhissalam buyurdu ki, la təsribə aleyk. O da onun üzrxahlığını qəbul elədi. Tarixdə var ki, baxmayaraq ki, yəni bir şər'i məsələdir, baxmayaraq ki, o kafir olmuşdu. O kafirlik müddətində, müşrik olduğu müddətində qılmadığı namazlar, tutmadığı orucların qəzasını Allah istəmir. Çünki müsəlman olmamışdı. Amma müsəlman olandan sonra bütün ili oruc olardı, o haram günlərdən başqa. Və Huneyn müharibəsində qeyri-adi şücaət göstərirdi. Həzrət Peyğəmbər əleyhissalamın yanında dövrəsində ərlənərdi ki, Həzrət buyurdu ki, bəs Allah qəbul eləyibdir. Əli əleyhissalatu vəssalam Xatamul Ənbiyadan əzizlərim tərbiyə alıbdır. Peyğəmbər əleyhissalamın əffini Peyğəmbərdən öyrənibdir. Onun o qədər mərhəmətli, geniş qəlbi vardı ki, elə bircə bu misal kifayət eləyər ki, İbn-i Mülcəm kimi ki, o məlun onu zərbətləmişdi. Mübarək gecədə, Ramazan-əl mübarəkdə Həzrət Əli əleyhissalamın başına zərbə vurmuşdu. Belə ki, Cənab-ı Cəbrailin fəryadı bütün Küfənin evlərinə. Əla ya əhli aləm. Ey əhli aləm, Əmirul Möminin öldürüldü. Peyğəmbərin qardaşı zərbətləndi. Dinin sütunları bərbad olundu. Əlbəttə, dəyərli bacı qardaşlarım, Mövlud ərəfəsidir. Biz onun şəhadətinə ki, aid olan söhbətləri ki, yəni çox istəməzdik. Lakin Həzrət Əli əleyhissalatu vəssalamın əffi barəsində istədik ki, danışaq deyə həmən anlarda belə İbn-i Mülcəm ki, dəstigir olmuşdu, tutulmuşdu onun evində. Həzrət Əli əleyhissalam deyərdi, tapşırıq verərdi o vəziyyətdə ki, onunla ki, yəni acı davranmasınlar. Özünün içdiyi süddən ona da, özlərinin yediyi yeməkdən ona verərdilər. Ona əziyyət olmaz. Əziyyət vermirdilər evə. Baxmayaraq ki, qatil idi, düşmən idi, Allahın düşməni idi. Amma ona əziyyət verməyi Həzrət Əli əleyhissalam qıymadı və özlərinin yediyindən, içdiyindən həmişə göstəriş verərdi ki, ona yemək vermişsiniz, suyun vermişsiniz. İmam Həsən əleyhissalatu vəssalam ağlayaraq dedi ki, ey ata, nə qədər sən o zalimi öz ibarəmizdən ki, nə qədər onun barəsində tövsiyələr edirsən. Əmirul Möminin Həzrət Əli əleyhissalatu vəssalam necə ki imanda, necə ki elmdə, necə ki şücaətdə, təqvada, səxavətdə misilsiz idi, eləcə də o Həzrətin mərhəmətli qəlbi olmağında, əff və keçməyində də misilsiz idi. Allah'a veririk izzət-i cəlalına
Həzrəti Əmirul Möminin əleyhissalatu vəssalamun Ali Muhammedin haqqına olan mərifətimizi Allah ziyadə eləsin və onunla bərabər məhəbbətimizi Allah Teala artırsın. Növbəti verilişlərdə görüşmək ümidi ilə sizləri Allaha tapşırıram. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.